Allahın hikmətindən biri budur ki, Allah bizə yolun əvvəlində məqsədi göstərmir. Məqsədi açıb göstərmir bizə məqsəd nədir. Əgər bizə bizim son mənzilimizi, məqsədimizi, cənnətdə olan yerimizi tutaq ki, göstərsəydilər əvvəlcədən ki, bax sən bura getməlisən, istəyirsən gəl. O zaman o yerin cazibəsi ilə biz təbii olaraq sürətlə hərəkət eləyərdik o məqsədə tərəf. Amma məsələ burasındadır ki, biz məqsədi görməmiş ona tərəf getməliyik. İşin çətinliyi bundadır. Bizə göstərmir, ağlımızla tapmağı tövsiyə edir. Ağıl vasitəsilə məqsədi tapıb ona doğru hərəkət eləmək lazımdır. Ağılla dərk elə gəl. Biri var göstərələr, necə İmam Hüseyin ağa Kərbəla şəhidlərinə yerlərini göstərdi. Amma işin əvvəlində belə olmur, o axırlarda olur. Onu göstərməmiş, ağıl vasitəsilə tap ki, hara getməlisən, o məqama tərəf hərəkət elə. Elə ki, bildin ki, hara gedirsən, görməmisən hələ, bilirsən. Birinci iş ki, görməlisən mübarizədir. Tərkdən başda ki, müvəffəq olasan. Tərk elə. Hey, lazım olmayan şeyləri tərk elə, elə. Bu tərk hissini içində gücləndir. Qaç günahlardan. Bir müddət sonra, bunu mən təcrübə eləməmişəm. Təcrübə eləyənlərdən eşitmişəm, danışıram. İnsan tərk eləyir. Bir müddətdən sonra yavaş-yavaş o məqsədi Allah başlayır göstərməyə insana. O ləzzət ki, orada məqsədə çatanda dadacaq, ondan yavaş-yavaş başlayır dünyada daddırmağa insana. Elə bir deyirlər ki, bir yerdə xəzinə var filan yerdə və başa salırlar ki, orada xəzinə budur, yolu budur, ged onu tap. İnsan gedir o xəzinəni ömründə bir dəfə görməyib, eşidib, inanıb, maniyələri aradan aparır, hərəkət eləyir, qazır, tapır, çıxardır, çıxardanda baxır, görür, bu nə gözəl xəzinəymiş. Mən heç bu dərəcədə təsəvvür eləməzdim. Nə yaxşı ki, mən bunun üçün bu qədər təlaş elədim. Yavaş-yavaş görürsən, yolun bir mərhələsinə insan çatanda Allah başlayır məqsədi insana göstərməyə. Və bu məqsədi gördükcə həvəsi artır insanın hərəkət eləməyə. Allaha tərəf getmək istəyirsən, bir müddət başı aşağı sal, günahdan çəkinməklə məşğul ol. Başı aşağı sal, ancaq olmazları tərk eləməklə məşğul ol. Hey çəkinməklə məşğul ol. Bu işin əvvəldə ləzzəti yoxdur. Yavaş-yavaş tərk eləyirsən, bir müddətdən sonra yavaş-yavaş görürsən ki, başlayırsan başa düşməyə, o ləzzəti dadmağa. Allah başlayır pərdə arxasını göstərməyə. Bir cavan oğlan idi məsciddə, Peyğəmbər namaz qılandan sonra onun diqqətini cəlb elədi. Hər adam da Peyğəmbərin diqqətini özünə cəlb eləyə bilməz. Baxdı, dedi, sən nə haldasan? Bu nə haldır? Ərz elədi ki, yəqin halındayam, ya Rəsulallah. Peyğəmbər buyurdu ki, halın əlaməti olar, nişanəsi olar. Bu hal ki səndə var, onun əlaməti hansıdır? O çox danışır, çox deyəndə, yəni məzmununu dərin danışır, mən elə bir-iki cümləsinə işarə edirəm. Deyir, heç, elə bil ki, cənnət və onun əhlini gözümlə görürəm. Elə bil gözümlə görürəm ki, cənnət əhli necə cənnətdə neymətlərdən faydalanır və elə bil gözümlə görürəm və qulağımla cəhənnəmin nalə səsini eşidirəm, cəhənnəmdə yananları görürəm. Peyğəmbər təsdiq edir, onun yəqinini təsdiq edir. Bu gün baş verə bilmir ki, əvvəldən biz onları görək, həvəs yaransın bu yolu getməyə. Yox, bir müddət görmədən bilib getmək lazımdır. Bir xeyli çəkir bu müddət. İnsanın günahdan çəkinmə, o acı dövrdür o, çətin dövrdür. İnsan hələ başa düşmür nəyə görə keçir. Amma bir müddət bu acı dövrü başa vurandan sonra başlayır Allah pərdə arxasını insana göstərməyə. Mən deyərdim, alimlər belə deyir ki, yol onda başlayır. Hələ ki sən mübarizə aparırsan nəfsündən, o müqəddimədir.
o müqəddimədir. Yadda saxlayın əziz qardaşlarım, bunu sizin kiçik qardaşınız kimi deyirəm. Bütün fəzilətlərin, ləzzətlərin, feyizlərin açarı günahdan çəkinməkdir. Günahdan çəkinməkdə gizlənib. Hansısa xüsusi dualar axtarmağa ehtiyac yoxdur. Bəzən deyirlər, dəsturul əməl belə, filan əməllər belə, düzdür, bu şeylər var. Amma hamısı, bütün yolu gedən insanların birinci tövsiyəsi budur ki, çox da o əməllərdən çox günahın tərkinə diqqət edin ki, bütün fəzilətlər bunun arxasında gizlənir. Əvvəl Allah daddırmır. İnsan gərək çəkinəndən sonra hədislərdə var, Allah yavaş-yavaş ibadətə ləzzət verməyə başlayır. O ləzzətlər ki, Allaha görə tərk eləyib, Allah başlayır ondan artığını ibadətdə insana daddırmağa. Biz ibadət ləzzətini bilmirik, bilirsiniz. Niyə? Çünki ibadət ləzzətini bilmək hər yoldan keçən işidir. İbadətin ləzzətini dadmaq hədiyyədir, Allahın hədiyyəsidir. Allah bilirsiniz, bəndədən ən çox hasan xoşu gəlir, bəndə bir ləzzəti Allaha görə tərk eləyir. Onda Allah mələklərə baxır, fəxr eləyir. Ki, baxın, mənə görə, məni görməyə, məqsədi görməyə, mənə görə bu ləzzətdən keçdi. Bir müddət səbr eləmək lazımdır. Bir müddət sadəcə günahı tərk eləmək lazımdır. Bir müddət acı keçəcək, sonra o şirinliklərin hamısının qapısını Allah asacaq, ondan sonra iş çox asanlaşacaq. Bir müddət ki, sən görməyə, hiss eləməyə, sadəcə günahdan çəkinirsən, o acı dövrdür, o bir qədər ağır dövrdür. Biz anlayaq, başa düşək, görməsək də anladığımıza əməl eləyək. Günahın tərki çox vacib məsələdir. Çünki günah bu aləmdə, varlıq aləmində təsir qoyur. Biz neçə dəfə bu sözü dedik. Günahın təsirini biz düzgün dəyərləndirmirik deyə günaha yüngül baxırıq. Zəhərəl fəsadı fil bərri vəl bəhr bimə kəsəbət əydin nas. Fəsad dənizi qurunu bürüdü, bütün aləmə təsir qoyur insanın günahlarının ucbatından. Bir zərrə günah düzənin, aləmin düzənində, sənin ruhi durumunda elə təsir qoyur ki, sən o təsiri anlaya bilməzsən. Və mən ya'məl misqalə zərrətin xeyrən yara. Zərrə yaxşı iş görsə, onu görəcək. Zərrə pis iş görsə, onu görəcək. Söhbət zərrədən gedir. Hər zərrənin böyük təsiri var insanın ruhuna və aləmin düzəninə. Mən bir hadisə danışım, İmam Həsən əleyhissalamın mövludu yaxınlaşır. İmam Həsən əleyhissalamdandır. Bir nəfər İmam Həsən əleyhissalama böhtan atmışdı ki, mənim malımı götürüb İmam Həsən. Malımı mənimsiyib. Hər cür insan var da, görürsən, gəlib məsum imama belə böhtan atanlar da olur. Və mən bilmirəm, qəribə bir haldır ki, İmam Həsənin də ürəyinə bərk toxunmuşdu. Yəni, Övliyallah hər halda, hər zaman belə davranmır insanlarla. Bilmirəm, o necə, üzr istəyirəm, rəzil insan idi ki, İmam Həsən əleyhissalamın qəlbinə çox toxunmuşdu onun bu hərəkəti. Dedi, gedək qazının yanına. Gəldilər, Şureyh idi deyəsən qazi. İkisi də dayanıb, bir başqa mövzuya aiddir deyə bu sözü danışıram. Gəlir, dayanır, qazi baxır İmam Həsənə deyir ki, and iç ki, sən onun malını götürməmsən. İmam Həsən gəlib məcburdur bunun qabağında and içə ki, malını mən onun götürməmişəm, malının üzr istəyirəm dalına keçməmişəm, bu belə şikayət edir. İmam Həsən deyir, mən niyə and içim? O and içsin, iddia eləyən odur, o and içsin ki, mən onun malını mənimsəmişəm. Qazi baxır ona, deyir, and iç. Dinəm, billahil vahid, tək olan Allaha and olsun, İmam Həsən mənim haqqımı tapdalayır. O and içmək istəyəndə İmam Həsən deyir, yox, and içmə belə. And iç, dinəm, billah, vahid sözünü demə. Dinəm, billah, and olsun Allaha ki, mənim malımı İmam Həsən götürür. O and içir, vallah deyir, and içəndən sonra İmam Həsən də onun nə qədər ki tələb edirdi, o qədər miqdarı verir, o gedir, gedən kimi yıxılır, ölür. Yalan andının cəzasını alır. Sual soruşurlar, söz soruşurlar ki, İmam Həsən əleyhissalamdan, niyə qoymadınız o desin, billahil vahid. Deyir, çünki Allahı vəhdaniyyəti ilə yad eləsəydi, vəhdaniyyəti ilə, tohidi yad eləsəydi, Allah
vəhdaniyyətə etirafının hörmətinə ona cəza verməyəcək. İmam Həsən qəsdinə dayanıb ki, bu adam cəzasına çatsın. Və sözün bunun bizim bəhsimizə nə aidiyyəti var? Bir kəlmə, vahid kəlməsinin bir insanın taleyində təsirinə bax. Nə qədər çox təsiri var. Yəni zərrə addımlarımız, zərrə baxışımız, sözümüz, hər bir şeyimiz bizim taleyimizdə və aləmin düzənində bu qədər təsiri var. Və Allahın heç xoşu gəlmir o insandan ki, bu şeylərə kiçik baxar. Ə'zəmuz zunub indəllah subhanə zəmbun səğurə ində sahibi. Buyurur, ən böyük günah Allah yanında o günahdır ki, onun sahibi onu kiçik sayır. Dinləşin, nə olsun ki, mən cəmaat 1000 dənə günah edir. Kəş elə mənim günahım bu olardı. Allahın xoşu gəlmir bu şeydən. Neynəmişəm ki, cəmaat məsələn filan cinayətlər eləyir. Bu hal var ki, insan günahını kiçik saydı, ən böyük cinayətdir, günahın böyüməsinə gətirib çıxarır. Bir hədis var, maraqlıdır, İmam Əli əleyhissalamdan da səhv eləmirəmsə, ağa, böyük günahları bizim üçün sayın, başlayır Allaha şərik qoşmaq, sonra buyurur, günahı kiçik saymaq. Balaca bir şeyi kiçik sayarsan, Allah böyüdəcək onu. Bilirsiniz niyə? Çünki Allaha qarşı inamsızlıq var. Əbu Zərə Peyğəmbər buyurdu ki, günahın kiçikliyinə baxma. Bax, gör kimin huzurunda günah edirsən. Bu çox mühümdür. Yəni sən Allahın bu sünnətini inkar elədin ki, bu günah bu aləmdə belə mənfi təsir qoydu. Bir dənə biz rəftar bu gün eləyirik, vallah buna inanaq ki, 100 il bundan sonraya təsir qoyur. Bəlkə fərdi bir günahımız 100 il bundan sonramıza təsir qoyur. Bir xalqın taleyinə bir adamın günahı təsir qoyur. Bir insanın mənəvi məqamına, cənnətdəki yerinə indi elədiyimiz, kiçik bildiyimiz bir şey, bilirsiniz, nə qədər bizim dərəcəmizi aşağı salır, bizim xəbərimiz yoxdur. Əhl-i Beytə zülm eləyənlərin çoxu bilirsiniz kimlər idi? Əhl-i Beytə zülm eləyənlərin çoxu günahları kiçik bilənlər idi. Əvvəli mömin olanlar. Günahı ki, kiçik sayıblar ki, gəlib bu böyük günahlara düşüblər, yavaş-yavaş. İmamlarımıza kömək eləməyənlər. O dəfə dedim, gəldi, dedi, Allah əli ilə vuruşanlara lənət eləsin bir nəfər. İmam Rıza dedi ki, dinən tövbə eləyənlərindən başqa. Çünki bəziləri tövbə eləyiblər. Ondan sonra buyurdu ki, Əli əleyhissalamı köməksiz qoyanların günahı o ilə vuruşub tövbə eləyənlərdən ağırdır. Vuruşub tövbə eləyər, bağışlanar, cənnətə gedər, amma kömək eləməyib, peşman olmayanlar Əli əleyhissalamın düşmənləri cərgəsindədir.